Məsələn üçün, birinə zabatum lahindal Porsche vel habibil ki anna Prius. Yani birine Porsche, birine Prius alsam. Zabahtum lahallal gahilin. Böyle diyeyim. Siz toya gedin. Qəşəng yiyin, için, oynayın, diskotekaya da qalabilirsiniz. Amma bir şart var ki, gərək qamcı mahnıları oynayasınız. رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين. Allahın dini ilə lağlağı, zarafat etmək küfürdür, qardaşlar. Və insanı avtomatik olaraq İslamdan çıxarır. Necə ola bilər ki, insan Allahın dinini ələ salsın, eyni zamanda da müsəlman olaraq qalsın? Xeyr, bu mümkün deyil. Və fərqi də yoxdur, o insan o sözləri ciddi söyləyib və yaxud da qeyri-ciddi. Çünki Allahın dini zarafat mövzusu deyil, qardaşlar. Bu cür zarafatları televizorda və yaxud da internetdə görüb gülən insanlara da gec olmadan tövbə etmələrini tövsiyə edirəm. Elhamdülillahi Rabbil alemin meyvədəmə. Ya kanabudu və ya kanastəyin. Kimin toyunda ana segahı oxunmuyor? Adəmlə Həvvanın. Hansı körpüdən maşın keçmir? Hansı? Sirat körpüsündən. Əzrail xoşuna gələn qız görəndə nə deyib? Nə deyib? Ölümünə şeysən. Bıçaq cəhənnəmə düşəndə nə deyib? Nə deyir? Xalonlardan nə var? O cür videoları çəkənlərin və orada çəkilənlərin zaten aydın məsələdir ki, din kimi bir dərdləri yoxdur. Heç deyilsə siz bir izləyici olaraq özünüzü və ailənizi küfrə düşməkdən qoruyun. Allahın dinini, kitabını, peyğəmbərini, peyğəmbərin sünnəsini ələ salan hər kəs küfr etmişdir və İslamdan da bir payı yoxdur. Bunun dəlili də Qurani-Kərimin Tövbə surəsindədir. Onlardan nə üçün istehza etdiklərini soruşsan deyərlər. Biz sadəcə boş-boş zarafatlaşırdıq. De, Allaha, onun ayələrinə və onun elçisinə istehza mı edirdiniz? Üzrxahlıq etməyin. Siz iman gətirdikdən sonra kafir oldunuz. Sizlərdən bir qismini bağışlasaq da, digərlərinə günahkar olduqlarına görə əzab verəcəyik.